12 nəfər bildim ki, bizim bölümümüzdə öldü döylə. Öldürdülər 12 nəfəri. Yəni orada deyil. Yox, bizim bölükdə yox. Ora gələn insanlardan. Sizin o işgəncə gördünüz? İşgəncə gördüyümüzdə 12 nəfəri. Hansı ki, Tərtər uşağı dedilər ki, onu apardılar. Tərtərdə valideynləri yazıqlar, yiyə çıxanmayıblar, nə varsınlar. Deyir, traktorla bastırır, qazıb elə provası və indi çıxardılar bir-bir deyirlər. Elə bir xəbər gəlib, daha doğrusu. Amma 12 nəfərin ölməyə barədə... Ha, birini bilirsiniz, ikinci mərtəbədən tulladılar. Birini, hansı ki, bir maxi var idi, onu dedilər, ölübdü, ondan sonra bunun xəbərim olmadı. Deməli, yəni olan bir şey deyim. Bu aşağıdan rabitəçidən telefon alıb, bu maxi. Yəni, orada deyilən deyirəm. Bu telefonu alıb, özü danışıb, birbaşa. Bu ki, orada bizi bir-bir dindirirdilər axı. Telefon xarab çıxıb. Xarab çıxıb, bu rabitəçiyə zəng vurub ki, bu telefon xarabdır, mən bunu istəmirəm. Da bildin nətərə. O da deyib ki, rabitədə nəsə problem olsa gələrsən, zat belə bir şey. Bu rabitədə nəsə problem yaradıb, bunu da görübdülər qıraqda ki, bu gəlsin, bundan alış-verişini eləsin. Həmən şeydə, həmən o maxinin deyir, başını bardöyrə qoyub, beyninin deyir, qatığını döküblər ora. Ki, sən niyə deyir, rabitəni deyir, xarab eləyirsən? Yox, amma bir şey, səsi yadımdadır. Belə interes dili biraz pəltəyib bir faltəfəson bir maxı idi. Başını əzildilər. Elə deyil, orada deyilər ki, şərəfsizin başı əzildi. Çox belə ircancılıqlar edirdilər. Qayda ora, o məqama ki, 17 gün səni... Hə, Rami Mustafayev təvə ki, durasan. O üstündəki sən tutulassan, belə səni belə döyəcək, elə döyəcək, orada bir satın bir gizli şey vardı belə. Qaçok. Biraz başımıza elə elədi, orada sakitləşdi o söhbət. Ondan sonra bizi apardılar 708-ə. Mən fakti gözümdən gördüm, mənlə Tərtər axırıncı səfər mən bəraət qazananda 4 nəfər getdik. Biz gedənlərin içində ikisi tutuldu. Halbuki ora vətən xaini adından gəlmişdi ki, vətənə bu insan xəyanət eləyib, zabit idi ikisi. Yaddım yadına çıxıb, bizim bölükdə öldü, bilirəm ki. Vətənə xəyanətlə getmişik ora, gedirik indi axırıncı Tərtərdə mən bəraət qazandım ki, mən yəni təmiz, günahım yoxdur. Bunları gətirirlər, şeylə tuturlar. Birini tuturlar, nə bilim, əskəri vurmaqla. Birini tuturlar, tüşonka artıq açıb götürüb yeməklə. Məsəl üçün dedim, bildiniz nətəri. Amma halbuki bu insanları buradan çıxartır vətənə xəyanətlə. Sən də vətənə xəyanətlə? Mən də vətənə xəyanətlə aparmışlar, doğru. Sonra ki, tarihi nə oldu sənin? Sonra oradan 3 gündən sonra qaytardılar bizi ora. Orada başladılar moralni zulum verməyə. Hansı ki, orada olanlar hamısı bilir, döymürdülər. 7-8-də. Hə, döymürdülər. Amma moralni əziyyət verirdilər, pis rəftar edirdilər, zulum verirdilər. Biz gözümüz açıq idi. Həmən o bizə şey verən leytinant var idi, belə Qaçok belə şey idi, özündən razı. Hansı ki, o bizdən yekə idi, amma gəlib bizim yerimizə dursa, heç bəlkə də o bizim kimi eləyə bilməzdi, canı gətirməzdi. Hansı ki, bizə şey verən, zulum verənlər. Söyürdü ki, haranın nəmnələri var, gətirib yığıfdılar bura nəmnə. Baxırdım, adam öz-özünə fikirləşir ki, mən maxiyəm da, indi maxi giziri başa düşdük. Zabitlər yetim bundan ağarsın. 10 illərini, 15 illərini verən insan. Mən Vaqif Abdullayev, mənim bölük komandirimdir, yəni də deyirəm, o insana bizim nətər hörmətimiz vardı. Bir zabit kimi qalsın qırağa, bir kişi kimi. Xidmət eləyən adam, mənim yanımda elə bu şeydə bir dəfə onu çağırdı, səlimsiz bir maxı idi, hansı ki. Şılanq dedi, nə idi, interesini, nə təri vurdusa onu, bizim özümüzün pisimizə gəldi. Yəni, bu insan şərəflə xidmət edən adam olubdur, bildiniz nə təri. Yəni, həqiqi valla, yəni, nə bilim, valla, belə də. Sizi sonra necə oldu bəs? Yəni, hansı gün sizi anladınız? Sonra bunlar belə elədilər. Biz yox vəziyyətindəyik. Vəziyyət çox pisdir. Yəni, zulüm görmüş insan həm hər cürə, gəlib bizə normativ götürürlər. İndi mən bu Hikmət Həsənov generaldır, indi Allah hamıya kömək olsun, söhbəti yox. Prost indi Hikmət Həsənov zat yəqin baxacaqdır da, bu videonu görəcəklər. Ona bir sual vermək istəyirəm ki, yəni, kişini bu vəziyyətə qoymaz, bu bir. İkincisi də, bu vəziyyətə bizi qoyubsan, elədiyin şeyin dalında dura bilməyəcəkdinsə, niyə gəlib bizdən o vəziyyətdə, bax, bir dəqiqə buna baxanlar, xidmətdə olanlar, yaşlılar, 17 gün dayanmadan döyülən insanlardan sən nətər gəlib döyüş hazırlığına normativ götürə bilərsən?
Hansı ağıldaydın sən o əmri verəndə ki, gedin bunlardan döyüş tapşırığı, döyüş normativləri götürün. Mənə gəlir, mən halım yoxdur, siqaret çəkməyə mənim halım yoxdur. Gəlir mənə bir dənə yeşik verib ki, bu yeşiyi polna ekiprovka sürünə daşımalısan, neçə metr daşımalısan, döyüş vəziyyətidir ki o. Mən başa düşəmirəm, dedim mən yaxşı bunu bu vəziyyətdə daşımalıyam. Sən məndən spesnaz hazırlayırsan, yoxsa sən xüsusi təyinatda hazırlayırsan, məni döyüb verir, mənim əlimə bu yeşiyi verirsən, mənim halım yoxdur, bunu daşıyım. Mən imtina elədim. Orada dedim ki, orada bizdən birində ilan vurmuşdu uşaqlardan, Maxedən, həmən bizdən döyülənlərdən. Məqsəd nə idi? Hikmət Həsənov cənabları bir dəqiqə baxır. Mən sizə haqqımı hesal eləmirəm, o öz yerində. Sən o təzə, Vüsal Ələsgərovdur, sonra var hansı ki, o bizə təzə gələn kombatdır. Kişiyə xas bir şey deyil o, biz kişiyik. Gəlib, deyir ki, indi bizi saxlaya bilməz. Bizi nətər çıxartsın? Ya Hikmət Həsənov əmr verir ki, bunu elə. Düzdür, bunları döyün, yəni nə qarın. İndi bu nətər bunu gəlib dövlətə, nətər prezidentə, yəni prezidentin nümayəndəsi, kiməsə, nətər açıqlama versinlər ki, ya bəxt Avropaya, nətər açıqlama versinlər ki, biz bunları döydük, çıxartdıq. Günahsız idilər, çıxartdıq. Yox. Bizə nə yazdırdılar? Normativ. Dedim, mən eləmirəm işini. Dedim, eləmirəm, mənim halım yox dedim. Məni kimdə çox adam. Eləyənlər də elə bilər. Eləmirik. Gəldilər ki, mən onsuz da mənim 3 il mənim müqabilə vaxtım 3 ilim keçmişdi. 3 ay mən xidmət eləmişəm. 3-cü ayımda mən müqabilə əsası tutub hərbisi kimi aparıblar ora. Bu birinci mənim ki, bu korpusun omikə hara baxırdı? Korpusun omikə haradaydı ki, yəni mənim Maxemin 3 ayda müqabilə, bəlkə mən ölərdim həmən vaxt, şəhid olardım. Bəlkə erməni mən vurardı. Nətər açıqlama? Kim açıqlama verər ki, sən müqabiləsiz burada xidmət eləyirsən. Onda belə çıxır ki, orduda yoldan keçən gəlib xidmət eləyə bilər. Gəldim mən forma geyindim, mən post verincəm xidmət eləyim. Omik onda bir şey yaramır da belə çıxır. 3 ay keçir. Hərbiçi kimi xidmət edirəm, mən tutub aparıblar hələ də.